bərabər olan ardıcıllığa deyilirdi. Aha, Həndəs bəli, silsilə. düzdür. Bəs orada Q hərfi vardı. Nə idi bu? Silsilə vuruğu. Bu nəyə bərabər olurdu? Müəllimə, burada BN bölünsün BN minus 1. Bəli. Misal nümunəsi göstərsən, məsələn, necə yazarsan? Məsələn, B2 böl B1 tutaq ki, yaza bilərsən. Və yaxud da ki, bir dəqiqə bu olmalıydı. Və yaxud da B5 böl B4 və s. Sonra bir də vardı BN silsilə həndəs silsilənin eninci hədd düsturu. O necə idi? Müəllimə, BN bərabər idi B1-ə. Vurulsun Q qüvvətdə N minus 1. Aha. Onda bu qaydaya əsasən B6 nəyə bərabər olar? Tətbiq eləsən, yəni bu qaydanı. Necə olar? Salam. B1 vurulsun. 2 üstü 5 olardı. Bunu tətbiq edirsən də elə bil. Sonra başqa nə deyir burada? BN üçün başqa düsturlar da var. Məsələn, başqa nə düstur deyə bilərsiniz BN üçün? Müəllimə, burada var BN bərabərdir. B Q idi deyəsən. BK Vurulsun. vurulsun. Hə, K idi, bəli. Vurulsun Q üstündə K minus 1. N minus K yaza bilərsən. Bu formada düstur. Yəni BK yazsan, o da Q üstü N minus K yazmalısan. Sonra başqa nədir? Əgər ki, B-nin orta həddisə, özündən eyni vahid sonrakı və əvvəlki ilə necə ifadə edərsiniz? Məsələn, B-nin kvadrat nəyə bərabər olur? Müəllimə, burada B bərabərdir. N minus K vurulsun B N plus K-ya. Özündən eyni vahid əvvəlki və sonrakıların, yəni ortadakının kvadratı bərabər olur, özündən eyni vahid sonrakı və əvvəlkinin hasili. Nəysə, bunlar belə. Sonra başqa nə qaldı? Məsələn, buna əsasən yaza bilərsən ki, B5-in kvadrat bərabərdir. B4 vur B6 yaza bilərsən. Özündən bir vahid əvvəlki və sonrakının hasili kimi. Sonra nə qaldı? Başqa qoşulanlar kim var burada? MX-dən deyə bilərsən bizə silsilə, həndəs silsilənin cəm düsturu necədir? İlk n həddin cəmi. Bilirsən düsturu. Sm bərabərdir B1 plus B2. B1 plus B2. İlk iki həddin cəmi deməli, baxın, ilk n həddin cəmi. S-in nəyə bərabər olur? Mən deyim. B1 plus B2 deyil. B1 plus B2 ilk iki həddin cəmidir. İlk n həddin cəmi düsturu soruşuram sənin düsturunu. Kim demək istirdi? Fidan desin elə. B1 vurulsun Q üstü N minus 1 bölünsün Q minus 1. Düstur da, bu düstur. Q minus 1 sonra burada. Sonra bir də var sonsuz azalan həndəs silsilə düsturu. O necədir bəs? Müəllimə, orada S bərabərdir. B1 bölünsün 1 minus Q. Bəli, sonsuz azalan həndəs silsilənin cəm düsturudur. Sonra başqa nə qaldı? Bir də vardı orada. İlk n həddin hasili həndəs silsilədə Pn. O nəyə bərabər olurdu? B1 vur B2. Kök altda B1 vurulsun B2 üstü N. Bəli, kök altında B1 vurulsun B-nin üstü n olurdu. Bəli. Məsələn, tutaq ki, ona əsasən B6 bərabər olur. Kök altında B1 vurulsun B6 üstü 6 olacaq. Sonra bir də vardı ki, orta hədd olarsa, B-nin orta həddirsə, bu zaman P-nin bərabər olurdu nəyə? B üstü N. Bəli, B-nin üstü n düsturu. Nəysə, həndəs silsilə ilə düsturlar belə bir qədər. Amma çoxunuz əvvəldən qoşulmamışdı, sual cavablarda iştirak etmədiniz. Görüm.
Səhvlər nədir atmısınız? Tam səhvləri də qeyd edim. Dərs başlayandan sonra səhvləri atırsınız, amma dərsdən qabaq atmaq lazımdır. 17, 8, 74. Başqa şey. Fidansını atmamısan kitabçığın. Niyə elə? Benim bundan evvel başka dersim vardı. Hele o bitti koşuldum. Yokluyum atıyorum. Başqa kim qaldı? Xoşlanmayan var sanki, yoxsa mənə elə gəlir. Desə Onur yoxdur. Niyə yoxdur Onur? Neysə biz başlayaq. Çox vaxt itirdik. Görün birinci səhv kimdədir? 16 Emil sorur. 16-ya bax. Həm də silsilə edilir dəqiqə. Bu hansıdır? Buradan başlayır. 16 hansıdır görək. Beyin biraz yaxınlaşdıraq. Beyin fəndə silsiləsində B2-ni veriblər, B3-ü veriblər, B5-i istəyirlər. Buradan əvvəl Q-nu taparsan 16-da. Q bərabər olur nəyə? Düstur əsasən. B3 və B2 ilə ifadə eləsən. B3 böl B2 yaza bilərsən də Q-nu. Yəni düstur necə idi? Q bərabərdir. BN bölünsün. BN minus 1. İndi buradan bizə bir dəqiqə burada səhvən 2 yazmaq əvəzinə 1 yazmışdım. Neysə. Burada B3-ün yerinə 18 yazdıq. B2-nin yerinə mənfi 6 yazdıq. Bunları böləndə bir-birinə neçə elədi? Bölməyi bilirsiniz. 18 böl mənfi 6 mənfi 2 elədi. Ondan sonra, Q-nu tapandan sonra indi B5 tapmaq üçün də B5 də bərabər olur. Bayaq düstur yazmışdıq. B-in bərabərdir. BK vurulsun Q üstü N-üz K. Onda bu da olacaq. Məsələn, B2 və yaxud da B3 ilə ifadə edə bilərsən. B3 ilə ifadə eləsək, B3 vurulsun olacaq. Q-nun kvadratı. Elə bir ki, bununla bunun cəm bizə bu 5-i versin də. O formada düşünün. Bu da bərabərdə alınır. B3 18-dir. Mənfi 3-ün kvadratına vurarıq. Bu da bərabərdir. 18 vurulsun 9. 8 dəfə 9. Bunlar vuran neçə eləyir? 72, 162. S bəndi almış olduq. S bəndi. Bu aydındır. Emil sənə səndə qalmışdı elədir. Bitirən bilirsin. Benim aydın. Yazdım size bilersin. 17-ni də soruşanlar var yenə. Kim soruşub? Aygün soruşub. Bu da əslində oxşar tipdir. Amma yazaq da. Yazaq eybi yox. Hazır düsturda. Düsturları desən oxumursunuz. Buradan B5 bərabər olacaq ki, B3 vurulsun. Yenə 3-ün kvadratı. Şurada hazır düstur yerinə qoyursan. Düstur falan oxumursunuz desən. Bu da 3-ün kvadratı elədi nə qədər? 4 vur 9, 36 yebəndi. Yebəndi. Bunu da Aygün bitirəndə deyərsən, səndə qalmışdı. Sonra 23 nömrəli suala. Fidan uzatdı işte. Şöyle 45, 53, 58, 59, 65, 70, 75.
17 deyil, 27-dir. 17 yazmısan. 17 yazmısan deyir 27. Hə, səhv yazmısan. Bəs bizim günahımız nədir? Niyə səhv yazırsan? Onda 23 nömrəli suala baxaq. Gülsənəm soruşub görək nədir. Baxaq görək. Həndə silsilədə B2-ni veriblər. Şunu veriblər. İlk 5 həddin cəmliyini tapın deyirlər. S5-i istəyirlər, elədir. S5 üçün də hazır düsturu tətbiq edirsiniz də. Necə idi? S-in bərabərdir. B1 vurulsun. 2 üstü n minus 1 bölünsün 2 minus 1. Yəni, hazır bizdə hər şey var, elədir. B2 var. Amma B1 tapa bilərsən də oradan. Çünki B1 tapmaq üçün də B2 bərabər olur. B1 vurulsun 2. Yəni, əvvəlcə B1-i tapaq, sonra üstü yerinə qoyarıq. Alınır 6 bərabərdir. B1 vurulsun 2 alınır. B1 də bərabərdir 2 alınır. B1-i 2 tapdıq. İndi düsturda yerinə qoyarıq. S5 bərabərdir. B1, yəni ki 2 vurulsun. Burada artıq Q nədir? 3-ün üstü 5 minus 1. Yeni yerini hər yerdə 5 qoyursan da. Bu da 3 minus 1. 2 vurulsun. 3 üstü 5 minus 1. Nə verəcək sizə? 3 üstü 5, 243, 242. 81 bəli. Bölünsün 2. Bu 2 ilə 2 getdi. 242 var burada bəli. D bəndi. Aydındır bu sənə, Gülsənə. Bəli, müəllim, aydındır. Hmm. 27. Yazdım müəllimə. 27-yə baxaq. 27 həm səndə də qalıb. Aygün deyimə. B-nin həndə silsiləsində B2-ni veriblər, B5-i veriblər. Onun vurğunu tapın deyirlər. Vurğunu tapın. Baxdıq. B5-i sən B2 ilə ifadə eləsən, necə yazırsan? Necə yazarsınız? B5 bərabər nə yazarsınız? Səs gəlmir. Kim deyə bilər? 25'te 2. B1 vurulsun nə? Bir daha sonra B2 vurulsun. 4. 2 üstü 3. 2 üstü 3 belə. B2 vur 2 üstü 3 yazarıq. Süda. Bayaq dediyimiz bir şeydir. Burada da 25'te 2 bərabərdir. B2 10 olur. Vurulsun 2'nin kubu. Hə. İndi burada da bu 10'u atarsan o tərəfə. O tərəfə atanda bölünsün 10 olur. Vurulsun 10'da 1 olacaq onda. 25'te 2 vurulsun 10'da 1. Bundan bir ixtisar gedir burada 5. 2'nin kubu bərabər dağılındı. 125'te 1. 125'te elə 5'te 1'in kubu deməkdir. Onda Q elə 5'te 1 olmalıdır özü. Bizdən də onu istəyirlər B bəndisi. Yenə əslində bayaqki 17-dəki suala oxşardı elə. Bitirəndə xəbər eləyin. Nəsə problem olsa soruşa bilərsiniz.
Yazdım müəllimə. 33 nömrəli sualı, daha doğrusu 30 nömrəli sualı Emil soruşub görək nədir? Gəmini tapın. Nədir bu? Sonsuz azalan həndəy silsilə. Elədir. Elə ki, burada ikiyə bölə-bölə gedirlər. 2-də 1-ə vura-vura da, yəni. Yəni, Q burada 2-də 1-dir. Q 2-də 1-dir. B1 burada 16-dır. Şurada sonsuz azalan həndəy silsilə düsturu necə idi? S bərabərdir. B1 bölünsün 1 minus Q. 16 bölünsün 1 çıx 2-də 1. 16 bölünsün 2-də 1. Bu da eləyir 32. 16-nı 2-də 1-ə böləndə bilirsən də. 1-də 2-yə vurursan. Bu da yuxarı qalxır. Yəni 16, 2, 32. Onu da qeyd edərsən. Yazdım ben. Üç nömrəli sual. Rüqəyyə, görək nədir? Ardıcıllıqlardan hansı həndəsi silsilədir? Həndəs silsilədə eyni dəfə olmalıdır da orada. Azalma. 33. Eyni dəfə artma və yaxud da azalma belə deyil. Məsələn, burada qiymət verərək baxa bilərsən. Məsələn, x1-i tapdın. Birincisi üçün. x1-i tapsan necə alınır? Elə 1 böl 1, 1. x2-ni tapsan 2-də 1. x3-ü tapsan məsələn 3-də 1 alınır. Yəni, burada bir algoritma yoxdur. Məsələn, burada nə ediblər? Biri vurublar 2-də 1-ə, 2-də 1 olub. Biri təzədən, yəni ki, 2-də 1-ə vurmalı idilər ki, 4-də 1 olsun. Bu həndəs silsilə olsun da. Çünki silsilə vuruğu Q eynidir. Hər biri eyni dəfə artmalıdır, amma bu olmadı. İkincisinə baxırsan, x1 tapsan buradan 2 üstü mənfiyə yazıblar. Mənfiyə o deməkdir ki, 1 böl 2 üstü n deməkdir. Məsələn, indi bu x-ni yazaq elə. İndi x1-i tapsam, alınacaq ki, burada yəni ki, 1 böl 2-də 1 alınır. x2-ni tapsam, 4-də 1 alınır. Aha. x3-ü tapsam, 2 üstü 3, 8-də 1. Hər dəfə baxırsan ki, 2-də 1-ə vura-vura gediblər də. Yəni, buranı da 2-də 1-ə vurublar. Buranı da yenə 2-də 1-ə vurublar. Deməli, burada bir həndəsi silsilə var. İkincisi olacaq da B bəndi. Zaten hərəsindən 1-1 var. Bir də o birləri yoxlayıb vaxt itirməyə ehtiyac yoxdur. B bəndi elə alındı. Amma tam əminlik üçün, məsələn, sınavdasız tam əmin olmaq istəyirsə, onları da yoxlaya bilərsən. Amma zaten variantlarda 2 var. 2 də alındı. Başqa 2 ilə birlikdə olan başqa variantda, məsələn, 1 ilə 2 birlikdə olan yoxdur və yaxud da 2 ilə 3 birlikdə olan yoxdur. Elə B bəndini götürürsən. Bildim bunu, Rüqəyyə necə təyin etdiyini, necə tapdığımızı. Sonra bunları qeydlərini apar, bəzi qeydlər sonra deyərsən 36-ya baxarıq. Sonra baxaq 36 nömrəli suala. Emil və Gülsənəm ikinizdə qalıb. Deyir, B-nin həndəs silsiləsində B7-ni veriblər. Belə olarsa, B5 vur B6 vur B7 vur B8 vur B9 hasilini tapın. İndi bizə B7-ni veriblərsə,
Bizdə bayaq bir qayda vardı. B-nin kvadrat bərabər olurdu ki, B-nin minus k vurulsun B-nin plus k. Yəni ortada qalan özündən eyni qədər əvvəlki və sonrakının hasili olurdu. Onda elə B7-nin kvadrat bərabər olur B6 vur B8 özündən bir vahid əvvəlki və sonrakının hasili. Həmçinin B7-nin kvadrat bərabər olur B5 vur B9. Yəni ki, özündən 2 vahid əvvəlki və sonrakının hasili. Onda bu B5 ilə zaten vurğulardır da yerini dəyişəndə, yəni vurğuların yerini dəyişmə olar. Yəni bu B5 ilə B9-un hasilinin yerinə B7-nin kvadratı yazırsan, eyni formada B6 ilə B9-un hasilinin yerinə də yenə B7-nin kvadratını yaza bilərsən. Onda alınır burada B7-nin kvadratı vurulsun B7, yenə vurulsun B7-nin kvadrat bərabərdir. B7-ni də bilirsən burada. B7-nin kvadrat köşdöşün kvadratı alınacaq. Vurulsun köşdöş, vurulsun yenə köşdöşün kvadratı. Köşdöşün kvadrat 3 elədi. O da 3 elədi 9. 9 köşdöş eləmiş oldu da. Bunları vurursan da bir-birinə vurmanı da bilirsiniz də. Bunu da qeyd edərsiniz. Nəsə problem olsa sorur. 37. 37'den kim sorur? 37'den daha gün soruşmuşsan amma oxşardı yoxsa fərqlidir? Baxarıq ona da, amma oxşar tipdir. Yazdım mən. Yazdım müəllimə. 37'de də yenə eyni formada B4'ü tapmamızı istəyirlər. Bu qaydaya əsasən B4 olacaq. Yəni ki, B4 bərabər olur. B3 vurulsun B5. B4'ün kvadratı daha doğrusu. Bir dəqiqə buranı silim elə buradan yazın. Burada çox yerimiz yoxdur. Bir dəqiqə. 37. Onda B4'ün kvadrat bərabərdə alınır. B3 vurulsun B5. Həmçinin B4'ün kvadrat bərabərdə yaza bilərsən. B2 vurulsun B6. Özündən 2 vahid əvvəlki və sonrakının hasili. Ona yenə həminki formada B2 vur B6'nın yerinə B4'ün kvadratı. Yenə B3 vurulsun B5'in yerinə də B4'ün kvadrat yaza bilərsiniz. Onda alınır burada B4'ün kvadratı vurulsun B4 vurulsun B4'ün kvadratı. Bərabərdir 243. Buradan da B4'ün üstü 5 bərabərdir 243. Buradan da hansı ədədin 5-ci qüvvəti bizə 243 verirdi? 3'ün. Bəli, doğrudur. Bu da üstü tapmış olduq. A bəndi. Neyse bunu da qeyd edərsən onu da. 37 oldu da. Ay gün bitirəndə deyərsən, sonra görək başqa nə qalır. Hı. 8 də demisiniz. Burada yenə ilk 7 həddin hasilini tapın. Bayaq bir düstur vardı. Demişdik ki bu düsturu da Fidan demişdi bizə deyəsən. Deməli, B-nin orta hədd olarsa, bu zaman B-nin bərabər olurdu. Daha doğrusu P-nin, yəni ki, ilk n həddin hasili yəni. P-nin bərabər olurdu. B-nin üstü n düsturu vardı. Hazır düsturdu. İndi burada zaten B1'dən B7'ye qədər yazsan, B4 orada orta hədd olacaq. B1, B2, B3, B4, B5, B6, B7 yazsan. B4 nə olur? Ortada qalan oldu da. Ondan sonra da əvvəldə 3 dənə var. Ortada qalan budur. Onda elə bəli.
P7, yəni ki, ilk 7 həddin hasili bərabər olurdu ki, B4 üstü 7. B4 üstü 7. Bu da ki, köşdöşün üstü 7 yazaq. Bu da ki, bizə görək nə verəcək. Yəni, köşdöşü 7 dəfə birinə vurursan, belə alınacaq. Köş altında 3 üstü 7'dir. Bunu biraz da parçalayaq gəlin. 3 üstü 6 vurulsun 3 yazsaq. Burada elə bir şey, bundan bu ikinci dərəcə var da. Bunlar ixtisar gedəndə buradan 3 üstü 3 çıxacaq. Bir dənə köşdöş qalacaq orada. Bu da 27 köşdöş vermiş. Oldu. Kimlərdə qalmışdısa qeyd eləsin. Aygün soruşub bitirəndə mütləq xəbər eləyin. Sonra görək nə qalır. Bitirdimsə 41 nömrəli sual. Kim soruşub? Emil və heç kim. Görək nədir bu sual. Sonsuz səndə silsən gəmi tapın. Sonsuz səndə silsilə. Görünür bayaq da sual verən cavab verə bilmədin. Düsturu niyə öyrənməmisən Emil? Bax, burada B1 var bizdə neçə? B1 neçədir burada? 1. Şunu tapmaq üçün nə edirsən? B2-ni B1-ə bölürsən. Bu da elə 1 böl. Yəni, nəyi 1-ə bölürsən özü alınır. 1 böl keçdi 2. Bunu buna bölürsən də. Bunu buna. İndi buradan da düsturda yerinə qoyursan da sonsuz azalan son səndə silsilənin cəmini tapın deyirsə S bərabər olurdu. B1 bölünsün 1 minus 2. Bax, düstur budur. Yəni, bunu tez-tez yazıram ki, yadınızda qalsın. S bərabərdir. Sonsuz azalan həndə silsilə düstur. S bərabərdir. B1 bölünsün 1 minus 2. 1 bölünsün 1 minus 1 böl köşdə 2. Görək nə alırıq? 1 bölünsün. Burada ortaq məxrəc köşdə 2. Köşdə 2 minus 1. Hesablamalar sildi əslində. Sadəcə burada məxrəci irrasionallıqdan azad etmək lazımdır. Məxrəci ilə sürətdə məxrəcin qoşmasına vurarıq. Bir dəqiqə. Burada 2 minus 1 1 eləyəcək. Bir də onu yazmıram məxrəcini. Burada 2 köşdə 2 plus 2. Bir dəqiqə, köşdə 2 vuran, daha doğrusu 2 yazmalıyam. 2 plus köşdə 2. Bunu buna vurduq, bunu da buna vurduq. S bəndə alınır. Bunlar da Emil bitirəndə xəbər elər. Sonra baxarıq 45-ə. Görək 45 nədir? Yəni, silsilənin də bölməsi qalıb sadəcə məsələlər. Gələn dərs ikinci hissəyə başlayarıq. Yazdım ben. Kaç dənə deyirlər? Görək. 729-da 2 ədədi həndə silsilənin neçənci həddidir? Əslində bu suallarla bağlı həndə silsilədə çox yazırdıq. İndi də ədədi silsilədə yazmağımızı istəyirlər. Yəni ki, B-nin düsturundan istifadə edərik də burada. Dəqiqə 45. Yəni ki, B-nin bizə verilib. N-ci həddi bilmirdi. İndi neçənci həddi B-ni yazıram. Bərabərlik 729-da 2. B-nin üçün düsturumuz belə idi ki, B-nin bərabərdir. B1 olsun 2 üstü N minus 1. İndi bizdə B1 var. Burada yerinə qoyarıq da. B1 də var, 2 də var. Sadəcə hesablamalar var biraz. Hesablamalar yerinə yetirərik. Onda yazırıq ki, B-nin yerinə bunu yazarıq. 729-da. Bildiniz də burada. Burada yerinə qoyuruq. Dəqiqə, bu çox səliqəsiz oldu. Biraz səliqəli yaza bilsək yaxşı olar. 729-da 2 bərabərdir.
B1 yəni 2-dir də B1. Şunu tapmamışıq. Şunu tapmaq üçün B2-ni B1-ə bölürsən. B2-ni B1-ə. 3-də 2 bölünsün 2 olur. Vurulsun 2-də 1 olacaq. Bundan bu getsə 3-də 1 alınır. Şunu tapdıq. Vurulsun 3-də 1 üstü. N-1. İndi belə eləyərik. 2-ni atsaq o tərəfə. Hər tərəfi 2-yə bölmüş olarıq da. Yəni ki, o tərəfi 2-yə bölərik. Onda qalır ki, 3-də 1 üstü n-1 bərabərdir. 729-da 1 qalır da. İkiləri ixtisara düşəcək. Bir-birini aparır. 729-dakı 3 üstü nə deməkdir? 3-ü neçə dəfə bir-birinə vuranda 729 verir onu. Tapmağımız lazımdır. 6 dəfə. Belə 6. Onda 3-də 1 üstü 6 bizə onu verirsə, onda burada 7 minus 1 olmalıdır. 7 minus 1 6 edilir. N minus 1 də 6-cı qüvvəti o verirsə, deməli n-imiz elə nə olmalıdır? 7. Deməli 7-ci həddir. Bizdən n istəyirlər də. Neçənci həddidir? 7-ci Y bəndi. Bunu qeyd edərsiniz, kimlərdə qalmışdısa, Emil, Fidan, 2 nəfər soruşmuşdu. 8. Yazdım. Yazdım ben. Kırk sekiz nömrəli sual. Hədləri müsbət olan həndəl silsilədə B3 bərabər 9, B5 bərabər 36 olarsa silsilənin ilk 5 həddinin cəmini tapın deyirlər. Kimlərdə qalıb Gülsənin və Emil. Şimdi burada da elə işte bayaq yazdıqlarımıza oxşar bir şeydir bu da. Sanki. Necə olurdu? B5 bərabərdir. B3 vurulsun. Şunun kvadratı olur. Şunu tapmaq lazımdır burada. 36 bərabərdir. 9 vurulsun şunun kvadratı. Şunun kvadrat bərabər 4 eləyir. Şu da bərabərdir 2 elədir. Üstü tapdıq bunu. S-in də bərabər necə idi? B1 vurulsun. 2 üstü n-1. Yəqin Emil düstur yadında qaldı. Bölünsün 2-1. İlkin həddin cəm düstur. S5-i tapsan B1 vurulsun. Yəni B1 nədir? Burada yoxdur. Hə. Onda B1 tapaq da. B1-i tapmağımız lazımdır. Bir dəqiqə buradan taparıq. B1 üçün tapmışıq. Belə olur da. B3 bərabərdir. B1 vurulsun 2 kvadratı. Bu da ki 9 bərabərdir. B1 vurulsun 4. B1 bərabərdir. 9 böl 4. 4-də 9 elədi. Belə qalsın. Belə yerində. Bir də onluq kəsrə çevirmədim. Bu da şu üstü n-1 yəni ki 2-nin üstü 5-də. N-lərin yerinə 5 yazırıq. S5-i tapırıq deyənə. Burada da 2-1 məxrəc yoxa çıxır. 4-də 9 vurulsun. 2 üstü 5 minus 1 31 verdi. Tam cavab alınmır. Bunu vuranda buna 9 3 9 27 279 böl 4 böləndə də neçə dəfə bölünür? Bölməni öyrənmisiniz. Bölmə əməlini. 6 dəfə 4 dəfə 6 elədi 24 39 dəşi 9 dəfə 69 tam 4-də 3 B bəndi. Dəqiqə. Bu 48 oldu da. 48 belə.
Bitirəndə deyərsiniz. 49-a baxarıq. Elə bilim səhv misala baxmışıq. 49 da eynisidir. 49-u da Aygün, səndə 48 qalmışdı, yoxsa ancaq 49 idi? Oxşardı deyənə bir də baxmayaq. Sən də elə bunu qeyd edərsən. 49 tamamilə oxşardı. Hər şey B3, B5 verilib. İlk 5 əddin cəmi. Bir də ehtiyac yoxdur ona. Bunu yaz elə bəs. Yazdım müəllimə. Kim qaldı? Emil də yazsın sonra. 49 desən Rüqayyə səndə də qalıbmış. İndi gördüm. Aha. Onsuz oxşardı. 48 ilə tamamilə eyni. Yazdım ben. 50, 51. 51 qalıb Aygündə. Görək nədir? Aygündə daha biraz çox qalıb deyəsən. Həndə silsilədə B4 böl B2 bərabər 9 verilib. B4-ü 108 olarsa B3-ü tapmamızı istəyir. Burada elə eləyəcəm. B4-ü veriblər. Oradan B2-ni tapa bilərsən də tez. Tez tapa bilərsən. B4 böl B2 kəsr xətti ilə yazıram daha rahat olsun. Burada 108 bölünsün 2. Bərabər 2 deyirəm B2. Dəqiqə B-nin indeksində 2 yazılmalıdır daha doğrusu. Buradan da B2-ni tapmaq üçün 108 9-a bölürsən. Neçəyə bölünür? B2 bərabərdir 12 dəfə. B2-ni tapdıq. Sadəcə olaraq görək burada. Bir də burada B4 böl B2-ni 2 verib, 9 veriblər bizə. Üstü. B4 böl B2 bizə nəyi verir? 2-nün kvadratını verirdi, elədir. Çünki bizə düstur vardı. 2 üstü n minus k bərabərdir. Bn bölünsün bk olurdu da. İndi 4 minus 2 kvadratdır da. 2 üstü 4 minus 2 bərabərdir. B4 böl B2 olur. Onda elə 2-nün kvadrat 9-dur. Belə izahlı yazdım heç. Bunlara ehtiyac yoxdur. Sadəcə bəlkə qaydanı oxumayanlar varsa sizlər üçün. Bunu tapdın. B3-ü istəyirlər də bizdən. B3 də bərabər olur. Əslində B2-ni tapmağa ehtiyac yox idi. Nəsə tapdıq. B2 vurulsun şu. Bu da eləyir 12 vurulsun 3. Bu da eləyir 36. 36 eləyir amma burada. Burada bir məsələ var ki, 2-nün kvadratı 9-dursa, 2 həmişə ola bilər, həm də mənfi 3 ola bilər. Yəqin onu nəzərə alıblar. Çünki şu kvadrat 9. Onda şöyle həm mənfi 3 də ola bilər də. Mənfi 3-ün kvadratı 9-dur. Onda B3 bərabərdir o birisi halda 12 vurulsun mənfi 3, mənfi 36 da ola bilər. Plus minus 36. B bənd. Bunu da Aygün bitirəndə deyərsən. Nəsə problem olsa soruş, aydın olmayan yeri varsa. Yazdım. 52 nömrəli sual. Şərtini ödəyən 52-də qalıb Emil və Fidan. Nə deyirlər? Şərtini ödəyən həndə silsilənin ilk 4 həddini cəmini tapın deyirlər. S4-ü tapmamızı istəyirlər. S4-ü tapmaq üçün bizə B1 və Q lazımdır. Başqa da heç nə lazım deyil. Ona görə bizə lazımdır bunları tapaq. Görək tapa bilirikmi, yoxsa yox. Deməli, buradan düşünüb dərhal tapa bilirəm əslində. Çünki burada belə bir şey yazıblar. B3 bərabərdir 2 dənə B4. B3-ü o tərəfə atsam, baxın, B3-ü o tərəfə atım. 2-ni isə o tərəfə atım. Yəni, o formada da, yəni. Sadəcə yerlərini dəyişirəm. Elə B4 böl B3 onda alınır. Yəni, B3-ü B4-ün yanına aparsam bölmə. Bərabərdir. Burada sanki 1 qalmışdı. 1 böl 2 olacaq. Elə B4 böl B3 nə deməkdir? 2-nün qiymətidir də bu. Deməli, elə
Şu bərabərdir 2-də 1 tapmış olduq. Silsilə vurğunu tapdıq. İndi də belə eləyək. B1 plus B2-ni 12 veriblər bizə. Belə bir şey eləyə bilərik. B1 plus B2-nin yerinə B1 vurulsun Q yaza bilərik. Elədir. B2 nə deməkdir? B1 vurulsun Q. 12-dir. İndi burada B1'i çıxardıram, ortaq qalır 1 plus Q bərabərdir 12. Buradan da dərhal B1'i tapa bilərəm əlbəttə ki. B1 vurulsun 1 plus Q, yəni ki 1 tam 2-də 1, yəni ki 2-də 3 eləyir. Bu da 12. Onda B1 bərabər də alınır 12. Bölünsün 2-də 3 olur, vurulsun 3-də 2 alınır. Bundan bu ixtisar gedir. 8 alınmış oldu. B1'i də tapdım. İlk 4 ədin cəmini indi istəyirlər. S4 bərabər olacaq. B1 vurulsun 2 üstü 4 minus 1 böl 2 minus 1. Yerinə qoyum da indi. Niyə siz də yazmırsınız? Hər şeyi mən yazıram. Bu 2-də 1 üstü 4 eləyəcək. 16-da 1 minus 1 bölünsün 2-də 1 minus 1. Nəsə gözüm su içmir bunlardan. Yox, hər biri ilə mənfi kimi alınacaq. Zaten gedəcəklər. Demək, 2-də 1 çıxılsın 1. İndi bu yuxarıda alınır ki, 8 vurulsun. 16-da 1-dən 1 çıxanda mənfi 16-da 15 alınır, elədir. Mənfi 16-da 15 bölünsün mənfi 2-də 1. Mənfilər bir-birini aparacaq. Bir də burada 8 ilə 16 ixtisar gedir. Burada 2 qalır. 2-də 15 bölünsün 2-də 1 vurulsun 1-də 2 olacaq. 2-lər getdi 15. 15 var, bəli. Bunu da qeyd edərsiniz özünüzə. 8. Yazdım ben. Yazdım. Ben de yazdım. Ya 50'ye neçə demiştim? 50 58 fidan qalıb. Səndə nədir bu? Həndəsi silsilədə 59 soruşmusunuz. Oxşarı da yoxsa fərqlidirlər? Dəqiqə bilmədim. Dəqiqə 59 nədir? Biraz oxşardır əslində. Baxaq da, hər ikisinə baxarıq ya da birin. Baxaq, lezzətə görə tamamilə başa düşsəz, o birisini yazmarıq. B2'ni veriblər bizə. B3'ü də veriblər. Şimdi burada nə var? Bunu hər kəs bilər. Amma siz bilməmsiniz. Niyə belə? Kimdir bilməyənlər? 58 fidan. 59 da eynisidir onsuz. Onda Rüqayyə ilə Emil. Siz yazmışsınız 58 yoxsa ancaq 59 yazıb qalıb sizdə. Bunu da yazmamışsınız. İkisi də qalıbsa. Rüqayyə səndə də elədirsə əgər, elə bir dənə bunu yazaq. Deməli, burada B1'i tapmaq lazımdır bizə. Bir də Q-ni tapmaq lazımdır. Q zaten bərabər də alınır. B3 bölünsün B2. 6 bölü 3. 6'ını 3'e bölə bilmədiniz. Nə vardı? 2 dəfə bölünürsə.
Vurma cədvəlini öyrənmək lazımdır. Sonra Q-nü tapsaq, B2 bərabər olur, B1 vurulsun 2 olur. B2-ni bilirsən, B1 vurulsun 2. Onda B1 bərabər də alınır, 2 də 3 alınır. Onu da nəsə burada heç B1'ə heç ehtiyac olmaz. Birbaşa yazsaq əgər. Bu tapdıq qalsın burada. Amma belə bir şey, baxın, onlar zaten ixtisar gedəcək. Elə birbaşa yazsaq, baxın, S12 bölünsün S6. S12 bu deməkdir ki, B1 rulusu 2 üstü 12 minus 1 bölünsün 2 minus 1. İndi burada vurmadı, bölmədi daha doğrusu. Vurmaya çevirsək, o birisində artıq məxrəclə sürət yerini dəyişir də, tərsinə vurulur. 2 minus 1 sürətə qalxacaq. Burada da B1 vurulsun 2 üstü 6 minus 1 olacaq. İndi burada bunlar birini aparır. Onları görəcəyim daha yaxşı görünsünlər. Sonra B1 ilə də B1 aparır. Zaten B1 qalmadı. Heç B1'i tapmağa ehtiyac yox imiş. Tapdıq elə belə. 2 üstü 12 minus 1. Heç burada mötərizəyə ehtiyac yoxdur. Bölünsün 2 üstü 6 minus 1. İndi sürəti vurğulara ayıra bilərsən əlbəttə ki. Müxtəsəri bilirsənsə 2 üstü 6 minus 1 bir dəfə də plusunu yazırsan. Bunlar getdi. 2 üstü 6 plus 1. Bu da bərabərdir. 2 üstü 6 plus 1. 2 üstü 6 65. Y bəndi qutardı. Gəl 9 da. Eynisi də bir də onu yazmır. Sadəcə orada biraz kök var. Köklərlə işləməyi bilirsiniz. 65. Amma qayda eynidir. Onu özünüz yazırsınız yoxsa yazaqdır. 19. Məncə özünüz yaza bilərsiniz. 60. Yazdınız. Emin, sen de yaz. Altmış, 64. Yazdım ben. Ege 60 demişiz. Mesela burada 60 Aygün soruşmuşsan ama burada 60 var. B4 plus B5 bərabərdir 72. B4 bərabər 2 B3. Bunun oxşarını zaten biz yazdıq da. Əslində orada təkrar salıblar. B3 plus B4 72. Eyni formada B4 bərabərdir. Əslində orada düzdür, indi bir dəqiqə B3 bərabərdir yazıblar, amma oxşar tipdir biraz. Əslində orada biraz eyni tipdir. Ona görə eyni tip olduğu üçün birini yazmışıq da. Məsələn, bu 52 də oxşar tipdir. Oxşar tipdir deyənə onu bir də yazmırıq. Oxşar tiplərdən bir dənəsi yetərlidir. Sonra baxaq onda 64-ü də Aygün. Sən soruşmuşsan, baxaq ona. 64. B-nin həndə silsiləsində B1-i veriblər, yenə B3-ü veriblər, silsilə vurğunu tap. Silsilə vurğunu tap. Ola bilər hesablama səhv olur. Burada silsilə vurğunu tapmaq üçün hazır düsturdur. Şu kvadrat bərabər olur ki, B3 bölünsün
B1. B3 bölünsün B1-dəki 4 köşkdə 2 bölünsün 64 köşkdə 2. 64 köşkdə 2'lər, köşkdə 2'lər gedir. 4 ilə 64 gedir. Qaldı burada 16'da 1. Deməli, şunun kvadrat 16'da 1'dirsə, bu da 2 plus minus 4'də 1. Mənfi 4'də 1 və ya 4'də 1 A bəndi. 64. 65 neydi? O da ondan da yoksa? Yok, ondan değil. Neyse, bunu yazın. Kimlərdə qalmışdısa. 65'e de bakarıq. Şöyle 56. Sınav saat verməmişdim ki sizə. Yəqin ki elə bir səhv eləməmişim. Düzdür, bugün sınav atmışdım ama sınavı da 2 nəfər yazıb. Fidanla Aygün. İkisi də fitr istedad. Yaxşı yazıblar. Aygün 12 dəqiqə bitirib 12 dəqiqə fitr istedaddır. 16 dənə düz çıxıb. 1 dəqiqə 2 dənə sual düşür. Fidan da 21 dənə düz yazır, amma boynuna alır ki, bəzilərini atıb düz tutub. Atdıqlarını tutmaq da istedaddır. Belə istedadları heç yerdə tapmaq olmaz. Amma yenə yazmaq yaxşıdır, yazıblar. Amma şey eləyim, məsələn, vaxt, Aygün dedi vaxtım çatmadı. Amma deyə bilərdiniz də, məsələn, Emin dedi ki, bugün vaxtım yoxdur, sabah işləyəcəm. Yaxşı dedim, işləyərsən. Görə Emildə nə qədər düz çıxır. Kim işləməyibsə, mütləq sabaha işləsin. Vaxt qoyun. Məsələn, mən sizə orada 90 dəqiqə vaxt vermişəm. Keçən dəfə 1 saat vermişdim. Bu dəfə 90 dəqiqə vermişəm. Biraz çoxaltmışam vaxtı. Dedim, indi bəlkə arada çay içmək istəyirsiniz. Sınav arası çay içərsiniz, sonra davam eləyərsiniz. Bunu yazdı hər kəs. Nəsə yazmışdı desən. Sabah sınava gedərsən. OTK-ya? Yoxsa hansı sınavdır? Sabah. Fikrimdə deyil. Güvən sınavıdır. Buraxılış. Yaxşı. OTK yoxdursa. Fərqi yoxdur. Güvən də yaxşıdır. Baxaq onda 65-ə. Artan həndə silsilənin birinci həddi 2-yə, ilk üç həddinin cəmi. Bu kimdə qalıb? 65 Aygündə qalıb yenə və Fidanda da qalıb. 65. Əsas odur sınava gedərsə nə fərq var? Güvən olsun və yaxud da hədəf olsun və yaxud da bir dənə də var, uğur sınavı var, sonra başqa da sınavlar var. Yəni sınав fərqi yoxdur, nə sınav olsun getdin, amma yəni yoxlamaq üçün də və yaxud da imtahana uyğunlaşmaq üçün. Deməli, birinci həddi verilib 2. B1 bərabərdir 2 verilib. İlk üç həddin cəmi S3 verilib bizə. İlk üç həddin cəmi 26-ya bərabər olarsa, bu silsilənin 4-cü həddini tapmamızı istəyirlər. Yəni B4-ü. Siz də bilirsiniz nə deməkdir? B1 plus B2 plus B3 deməkdir də. İlk üç həddin cəmiyyət. İndi bizdə bir qayda da vardı ki, ondan istifadə edən yoxsa, ya da ki, belə edək. B1 ilə B1 kimi saxlayaq. B2-nin yerinə B1 vurulsun 2 yazaq. B3-ün yerinə B1 vurulsun 2-nin kvadratı yazaq. Bərabərdir 26. Sonra ortaq vuruq B1-i çıxardaq. Buradan da
Alınır 1 plus 2 plus 2'nin kvadratı. Beraber 26. Cəmlələrdə neysə. Nəsə burada müxtəlif formada getmək olar. Yazdıq belə. B1'in yerinə 2 yazırıq da. 2 yazsa 2 vurulsun. 1 plus 2 plus 2'nin kvadratı. 26'dır. Hər tərəfi 2'yə bölsək 1 plus 2 plus 2'nin kvadratı. 13 alınır. Ondan sonra bunu o tərəfə atsaq 2 plus 2 kvadrat bərabərdir 12. Bu da kvadrat tənliyə gəlib çıxır. Yəni belə bir şey eləyək. Bunu görüm o tərəfə verə bilirikmi? Aha, verdik. Aferin. Buradan da 12'ni ataq o tərəfə. Alınır 2 kvadrat plus 2 minus 12 bərabərdir 0. İndi burada YT əsasən köklərin hasili bizə mənfi 12 verməlidir. Cəm isə mənfi 1 verməlidir. Onda nə ola bilər? Kökləri. Q1 və Q2. Mənfi 4-dən 3. Gözləyirəm siz deyəsiz, amma səs yoxdur. Ondan sonra mənfisini götürməli əlbəttə ki, artan həndəs silsilədir. Müsbətini götürərik. Q2 eləmiş oldu. Burada siz 4-cü həddini istəyirlərsə B4 bərabər olur. B1 vurulsun. Q-nun kubu. Buradan da B4 bərabər də alınır. B1 nədir? 2'dir. Vurulsun. Q-nun kubu da 2. 3'ün kubu. 2 vurulsun 27, 50'dir. Utardı. Səbənd. Bunu da qeyd edərsiniz. Nəsə problem olsa soruşun. Sizə şans da verir ki, soruşa bilərsiniz. 66. 66 nədir? 66'ını da soruşanlar. Qayıya soruşmuşsan. Amma 65 ilə oxşardır, yoxsa eyni oxşar tip sualdır. 65 də qalmışdı səndə Rüqayyə, yoxsa ancaq 66-dırsa yazaq. İkisi də qalmışdı. Onda biri yetərlidir, eyni tipdir, tamamilə eyni. Bunu sən də qeyd elə. Sonra baxarıq. 69'a. Daha doğrusu bunu Emil sən də soruşmuşsan 66'nı. 65'i yazarsan elə, bəsimdir. 69. Amma çalışın vaxt dediyin oxşarlarını özünüz yazın evdə. Elə daha yaxşı olar, daha yaxşı yadda qalar. Yəni təkcə səhvləri izah eləməklə bitmir də, evdə təzədən gedib baxmaq lazımdır. Səhv dəftəri götürən şagirdlər var. Səhv dəftərinə təzədən yazırlar, oxşarlarını özləri yazırlar. Gör nə qədər işlər görürlər ki, axırda yaxşı bir nəticə olsun. Yəqin siz də eləyirsiniz. Səhv dəftəri götürən var ümumiyyətlə. Səhv dəftəri götürən. Bəli, müəllimə. Lap yaxşı. Götürürsənsə əla. Götürməyən varsa bundan sonra götürsün ikinci hissəyə başlayanda. Artıq ikinci hissə daha da çətindir də, bilirsiniz onda. Artıq təzədən evdə özünüz yazmasaz. Düzdür, asanlar da olur, amma yazmaq lazımdır ki, yaxşı-yaxşı yadda qalsın. Buranı hər kəs yazdı, yoxsa elə? Emil, sən yazmısan, yoxsa mən eşitməmişəm səsi? 69.
Nə oldu? Yazdınız? Səs gəlmir. Bəlkə yazmısınız, mən boşuna gözləyirəm. Yazdım müəllimə. Sən yazmısan. Amma Emildən səs çıxmır. Emil deyib, yoxsa mən eşitmirsiniz? Yazmışam Siz Meryem. eşitmirsiniz? Demişdin Emil, yoxsa biz eşitməmişik? Yəqin mən Üçüncü dəfə. üçüncü dəfə deyirsən. Mən eşitməmişəm bəs. Bəli. Kar olmuşam yəqin ki. 69'a Yəqin bax. mikrofonda da problem var. Ola bilər. Ola bilər mikrofonda problem var. Baxaq onda 69'a. Beyin 69'dakı kimdə qalıb? Aygün və Həkimdə. Görək nədir bu? Beyin həndə silsilədə B1 vurulsun B11'i veriblər və bərabərdir köşdəş vurulsun B9 olarsa hasilini hesablayın deyir. B2, B1, B2, B3. Maraqlı bir sualdır. Belə yazaq da burada. B1 vurulsun. B11'in yerinə belə bir şey yaza bilərik ki, B9 vurulsun. Nə yazarıq? Q'nun kvadratı. Sonra hər tərəfi B9'a bölərik. Alınır burada B1 vurulsun Q'nun kvadratı. Bərabər köşdük. İndi B1 vur Q'nun kvadratı bizə nəyi verir? B neçəni? B3 verir. Bərabər köşdük. İndi baxırıq ki, bu hasildə də elə bu B3 nədir? Ortadakı həddir də. Orta həddirsə, onda hasil üçün düstur belə idi ki, deməli, P5 bərabərdir. Ortadakı həddin üstündə 5, yəni ki, B3 üstü 5 olacaq. Hazır düstur. Yəni necə olurdu? Yəni ki, B-im orta həddirsə, P-in bərabərdir B-im üstü N. Tətbiq elədik. Olur burada köşdük üstü 5. Bu da ki, neçə verəcək? 9 köşdük. Qüvvəti hifz etməyi bilirsiniz də, bayaq eləmişdik, daha da xırdalığına qədər. İndi birbaşa yazdım. Bitirəndə deyərsən ay. Düzdür, 70'i də soruşanlar yenə var. Fidanlar o qayya. Oxşarı da yəqin birini soruşmusunuz, yoxsa birdən baxarıq da ona da, bəlkə nəsə biraz fərqlilik var sanki, nəsə. Baxarıq ona da. Ola bilər, fərqlilik olsun. Olmaya da bilər əslində. Desən yoxdur fərqlilik, amma baxarıq. Bayaqdan da oxşarları saxlayıram. Sonra ağlayarsınız, deyərsiniz, bütün suallarımız qaldı. Sizə yenisi də qalmışdı, yazdım. Yaxşı, 70'i də yazaq deyib dedim. Sözümüzün üstündə duraq. Beyin həndə silsiləsində B2 vurulsun B10, B22. Onda sən bayaqki kimi eləyərsən. B22'nin yerinə nə yazarsan? B19 vurulsun Q'nun kubu. Elədir. Buna bunu cəmi 22 eləyirsə elədir. Bərabərdir köşdə 2 vurulsun B19. Hər tərəfi B19'a bölürsən. Onda bu B2 vurulsun Q'nun kubu sənə B neçəni verirdi? 2 ilə 3'ü toplayanda B5. Şurada indi burada da yenə B5 burada orta həddirsə, yenə həminki formada yaza bilərik görək. B5 bərabərdir. B1-lə B7'ye qədərdirsə, burada B3 yazıblar. B1-lə B2 burada yoxdur. Dəqiqə. Yenə yaza bilərik belə, elə onsuz buradakı olarsa, burada hasili hesablayın, ortadakına baxsaq.
Köşkdə 2 üstü 5 olacaqdı. Bir dəqiqə bizdən isə burada S5-i istəyirlər. Daha doğrusu P5-i hasil P5 bərabərdir yazmalıydım. P5 bərabər köşkdə 2, yəni B5 üstü 5-i yazarıq. Bu da 4 köşkdə 2 eləyəcək. Yəni A bəndi. Sonra bunu bitirin hər işiniz Fidanla Rüqəyə bitirəndə deyərsiniz. Həm də ki, ay gündə də yəqin bu da qalmış olar. Mən 70-i də qeyd edib desəm, 70-dir, 76-dır. Desəm, mən səhv yazmışım, mis. Qan baxım. Yəni 76-ymışım. 76, 75. Yazdı hər kəs buranı. Desəm, mesajlar yazan var. Yazmış. Arada fikrim ekranda olmur. Yazırsınız siz də. 75. Aha, 75. Sanki biraz vaxt aparana oxşuyur. Yoxsa bir dənə baxaq. 1, -4-1, 16-1, -4-1-ə vura gediblər də sanki. -4-1-ə sonsuz azalan həndəs silsilədir. Elə bil ki, bu B1-dir. B2-ni tapmaq üçün B2 artıq -4-1-dir. Onda -4-1-ə vurublar. Sonra -4-1, -4-1-ə vurublar. Müsbət 16-da 1 alınıb. Sonra müsbət 16-da 1-i -4-1-ə vurublar. -64-də 1 aldım. Yəni burada sonsuz azalan həndəsi silsilədir. Və silsilə vuruğu da hər dəfə nəyə vurublar? -4-1-ə vurublar. Q bərabərdir, -4-1-dir. B1 də var bizdə. Şurada hər şey var bizdə. Artıq bizi heç nə saxlaya bilməz. Tapa bilərik. S bərabərdir. B1 bölünsün, 1 çıxılsın Q. Bu da 1 bölünsün, 1... Aha, burada mənfinin mənfi təsiri +4-də 1 olacaq. 1 bölünsün 4-də 5. Bu da bərabərdir 5-də 4. Kimsə dərsdən çıxıb. Kim idi o? Rüqəy. Qoşuldu biz. Qəbul edək yoxsa yox. Bunu bildiniz yəqin ki, bunu qeyd edərsiniz. Fidan soruşub, daha doğrusu qeyd edərsən. Yazdım. Evet. 76 Aygün soruşub. Nədir bu? Ədədləri həndəs silsilənin ardıcıl hədləri olarsa x-i tapın. Ardıcıl hədlərdirsə, bayaqki orta hədd düsturundan istifadə edərsiniz də. Ortadakının kvadrat bərabər olurdu. Özündən əvvəlki ilə sonrakının hasili. %76. Deməli, x çıxılsın üçün kvadrat bərabər olur ki, onda. Özündən əvvəlki və sonrakının hasili. X kvadratı çıxılsın 6x plus 9 bərabərdir. X kvadrat çıx 1/5x. X kvadratlar bir-birini aparır. Hara aparır, bilmək olmur. Sonra bunu atırsan o tərəfə, bunu atırsan o tərəfə, alınır -4/5x bərabərdir. -9. X də bərabərdir. -9-u bölürsən, -4/5-ə 2 dəfə bölünür də. Qurtardı. X-i tapın, tapdıq. Bunu da Aygün qeyd edərsən üstə. Nəsə problem varsa soruş. 76-dan sonra nə qalıb? 78.
Görək saat neçədir? 15 dəqiqə. Yeni mövzu yoxdur ki bu gün. Yoxdur. Beyin həndəs silsiləsində Q-nu veriblər bizə 3/1. B3 minus B5 bölünsün B7 minus B9 istəyirlər bizdən tapaq. Burada belə bir şey yaza bilərik ki, necə bir şey? B3 bilirsən ki, bu qalsın yerində. B3. B5'in yerinə amma biz B3 vurulsun, nə yaza bilərik? 2/2. Kimdən səs çıxmır. Deyirlər ki, müəllim deyər də nə var ki. B7 vurulsun Q-nun kvadratı. Sonra nə edirsiniz burada? Ortaq vuruq, bunu çıxardırıq, qalır 1 minus Q-nun kvadratı. Aşağıda da B7'ni çıxardırsınız, qalır 1 minus Q-nun kvadratı. Bunlar da bir-birini aparır. Yenə bilmə olmur, hara aparırlar. Qaldı B3 bölünsün B7. Maraqlıdır. Bu da ki B3 böl B7 qaldı. Q-nu veriblər bizə. İndi bizdə bir qayda var ki, Q üstü 4 bərabər olur. B7 böl B3. Yaza bilərik də belə. Qaydamız var da. Qaydasız insanlar deyilik. İndi buradan da onda alınır ki elə. 3/1'in üstü 4. Bu da 81'də 1 edir. İndi əslində bu B7 böl B3 81'də 1'dir. Amma bizə lazımdır bunun tərsi B3 böl B7. Bu da 81'in özünü verəcək elə. Yəni buna əsasən. Bunu da bitirəndə deyərsiniz. Nəsə problem varsa soruşa bilərsiniz. 78 kimdə qalmışdı? Gülsənəm və başqa soruşanda yoxdur deyəsən. Amma 79 soruşmusunuz yenə. Fidanla Emil. Onda elə bu 78'i qeyd eləsəz yetərli olardı, elədir. Yazdım müəllimim. Birlər də yazsınlar, sonra 80'ə baxar. %79 dedim, şimdi də yazmırıq. 80 dedim. Beyin həndəs silsiləsində B6 çıx B4 bərabər də 6 verilib. B9 çıx B7'ni də veriblər. 48. B7'ni tapmamızı istəyirlər. İstəyirlər bunu bayaqçı kimi yaza bilərik. Tərəf-tərəfə bölərik. Oradan bu biraz uzun gedə bilər əslində. Q-nu tapmalıyıq. Sonra bizə B7 lazımdırsa. Bir baxaq görək nə edirik. Buraya yəqin hər kəs yazdı. Sildim. 80. Hansına bölək? B9 çıx B7. Fərq yoxdur onun. Hansına bölməyin. Sadəcə olaraq dəqiqə. İşte burada bərabərini yazmamalıydım. Kəsrin qabağında yazmalıyıq. B6 çıx B4 bərabərdir. Aha, deməli burada 48 böl 6. Yəni B9 çıx B7 belə bir şey deyə bilərik ki, B9'un yerinə B7 vurulsun Q-nun kvadrat yazarıq da bayaqçı kimi. Çıx B7 bölünsün. B6'nın yerinə B4 vurulsun Q kvadrat yaza bilərsən. Çıxılsın B4 bərabərdir. 48'də 6'ya bölməyi 8 dəfə bölündüyünü yəqin ki öyrənmişsiniz onu. Görək burada nə alınır. B7'ni çıxarsam qalır Q kvadrat minus 1
Birbaşa da yaza bilərik bəzi şeylər. Sadəcə yazırıq da, izahlı olsun. 8 alındı. Bununla bu getdi. B7 bölünsün B4 qaldı. Bizə 8 verir. İndi B7 böl B4 əslində Q-nun kubu deməkdir də elə. Q kub elə P7 böl B4 deməkdir. Bu da şey 8. 8 də 2-nin kubudur. Yəni buradan Q-nu alıram ki 2-dir. Yəni silsilə vurğunu tapdım. Silsilə vurğunu tapdımsa, başqa bizdə nə düstur vardı? Bizə lazımdır burada B7-ni tapaq. B7-ni də buradan tapaq da elə burada. Bir dəqiqə. Burada veriblər də B9 çıx B7 48-dir. Elə burada belə eləyək. B9 çıx B7 48-dir. Onda bu elə belə bayaq yazmışdıq da B7-ni ortaq çıxartdırdıq. Qalırdı Q kvadrat minus 1 bərabər 48. Onda B7 bərabər də elə alınır 48 bölünsün Q kvadratı minus 1. 48 bölünsün 2-nin kvadrat minus 1 3 verəcək bizə. B7 bərabərdir 48 də 3-ə böldü 16. Süqutardı. Bunu da qeyd edək sözünüzə. Kimlərdə qalıb görək 80. Aygün soruşur. Bir də Gülsənəm. İkiniz soruşursunuz. Bitirəndə xəbər eləyin. Desəm bunun hamısını yazmışsınız bu dəfə. Yoxsa yenə axırlarda kimdəsə qalanlar vardı. Yazdım müəllimə. Sonra görün başqa nə qalıb. Deməli, yetişən sualımız qaldı. 80-i bitirdik. Emil sən hamısını yazmamısan desənə, yoxsa yazmısan hamısını? 81, 84, 80 dənə yazmışdım. 80 nə qədər yazmışdın? 80'i yazmamışdın. Yazmışdım. Yo yazmamışdım. Eli buradan yazdım. İndi yazdın, hə, indi sodu yaz heç olmasa. Belə eləyəcək. Neçə qalıb? 81 qalıb, bir dənə sayın bunlar. 83 qalıb, 84 qalıb, 86, 89, 90, 93, 94, 90, 10 dənə sual qalıb. Saat neçədir? Çox qalıb neçə. Mən gözümü az görsənir. Belə saydım, fərqli qalıb, çox qalıb. 81 nədir bəs? Bu da qalıb. Gülsənəmdə ancaq. Hər kəsdə fərqli sual saxlamısınız. Ona görə az görsənsə də çoxdur. Ortaq qalanda yaxşı olurdu da. B-nin həndək silsiləsində B-nin plus 10'u veriblər bizə. 6 üstü 3-2 veriblər. B-nin plus 9, B-nin plus 10, B-nin plus 11 hasilini tapmamızı istəyirlər. Baxırıq ki, ortancı hədd bizdə B-nin plus 10'dur da. Burada elə ortancı hədd var bizdə. Ortancı hədd nədir? Budur da. Hasil üçün də ortancı necə olurdu? Məsələn, burada P bərabər də olacaq. Məsələn, 3 dənə həddir də. B-nin plus 9, yəni B3 bərabər də alınır elə. 6'da 6 üstü 3'də 2'nin. Yəni ki, belə deyək də B-nin plus 10 üstü. Lap biraz da izahlı yazaq. Birbaşa hər şeyi yazmayaq. Bunun kubu. Bayaqçı yazdıqlarımız sadəcə biraz burada dəyişiblər. Hərf-mərif əlavə ediblər. Güya ki, biz çaşdırmaq istəyirlər. Buradan da 6'nın kvadratı ola bilər, çaşdıra da bilərlər. Vallahi bilmirəm işlərini. Amma çaşdırmadılar. 36 almış oluruq. Süqtardı. Bunu da görsənəm bitirəndə deyərsən. Sonra 83 nömrəli sual. Yəqin Emil sən də bunu yazmamışdın. Sən yaz. Yazdım müəllimə. 83 nömrəli suala baxaq. Fidan soruşub, görək nədir.
Həndə silsilənin birinci və üçüncü həddinin cəmi 4, ikinci və dördüncü həddinin cəmi isə 20-dir. Bu silsilənin vurğunu tap. Yaxşı. Əslində bayaq da bizə belə şeylər vermişdilər. Bayaq elə yəni B1 plus B3 bərabər 4 yazıblar. İndi sözlə yazıblar. Güya ki, fərqli bir şey ediblər. Bizi qorxutmaq istəyirlər, amma ki, qorxuda bilməzlər. Biz yaza bilərik bunu. B1 plus burada B3 bərabər 4. Və B2 plus B4 bərabərdir 20. Biz belə bir şey eləyə bilərik ki, tərəf-tərəfə əvvəlcə bunu sadələşdirsəm, tərəf-tərəfə bölərik sonra. Əvvəl sadələşdirim sonra. Burada B1 plus nə deməkdir bu? B1 vurulsun 2-nün kvadratıdır da. Eyni formada bu da ki, B2 yazım bunda. B2 plus B2 vurulsun 2-nün kvadratı bərabərdir 20. İndi tərəf-tərəfə bölərəm. Tərəf-tərəfə böləndə birbaşa ilə B1-i də ortaq çıxardıram. Qalır burada 1 plus 2-nün kvadratı. Aşağıdan da B2-ni çıxardıram. Qalır 1 plus 2-nün kvadratı. Bərabərdir 20-də 4, o da ki, 5-də 1 deməkdir də. Yaxşı, birbaşa yazmayaq. O qədər də eləməyək. Buradan da əslində burada belə bir şey alındı. B1 bölünsün B2 bərabərdir. Bu ixtisarı bildiniz də 5-də 1. Buradan da bunun tərsi olacaq. Onda B2 bölünsün B1 bərabərdir 5 elə. Bunun tərsi bunun tərsinə bərabərdir. Bizdən silsilə vurğunu istəyirlər. Silsilə vurğu ilə 2 bərabərdir B2 böl B1 deməkdir də. B2 böl B1 qaydamız var da bizim. Bu da 5 eləyir. Qurtardı 5. Yəni burada da 5 aldınız. Bitirəndə deyərsiniz. Yazdınsa, bunu başqa. Emil sən də yaz bunu. Bitirəndə deyərsən 84. Başqa yazmayan bilmirəm. Varsa desən yoxdur. Emil ancaq tənbəllik eləyib. Özdə ikinci qrup uşağı. Riyaziyyatla arası yoxdur. 84. Hadi ki bax 5. 84 əslində. Emil yazsın, sonra baxar. Emildə səs çıxmadı. Davam eləyək. 84 deyirlər, B-nin həndə silsiləsində B1 vur B4 vur B10 bərabər 8 olarsa, B3 vurulsun B7 hasilini tapın. Bu da maraqlı bir sualdır. Bilirsiniz ki, riyaziyyatda maraqsız bir sual yoxdur, hamısı maraqlıdır. Deməli, belə bir şey eləyərik də, B1 qalsın yerində. B4-ün yerinə amma nə yaza bilərik? B1 vurulsun 2-nün kubunu. B10-un yerinə də B1 vurulsun 2-nün 9-un 2 9 yaza bilərik. Bərabər 8. B1, B1, B1 elədi B1-in kubu. 2 üstüdə qüvvətlər toplanılır. 3 plus 9, 12 eləyir. 8 az qalmışdı, səhv edirdi. Mexaniki səhvlər olmasın. Ondan sonra belə bir şey yaza bilərik. Bunu 3-ün qüvvəti kimi yazsaq, belə olacaq da B1 vurulsun 2 üstü 4 üstü 3 olacaq. 8-i də 3-ün qüvvəti kimi yazsam, 2-nin kubu yazır. Hər birinin kubudur zaten. Qüvvətlər eynidir. Əsaslarını bərabərləşdirə bilərik. Yoxsa bilmərik. Məncə bilərik. Onda alınır B1 vurulsun 2 üstü 4 bərabərdir 2. B1 vurulsun 2 üstü 4 də B5-in bildirir. Bu 2 elə. B5-i tapdım 2. Məndən nə istəyirlər? B3 vur B7-ni istəyir. B5 vur B7-də 2. B5-dən 2 vahid sağda və solda deyil məcər. Bəli. Onda burada B5-in
kvadrat bərabər olur. B3 vurulsun B7. B5-in kvadratı da 2-nin kvadrat 4 alınmış oldu. Qurtardı. Bunu da qeyd edərsiniz. Soruşanlar Ayşün soruşur, amma yazmayanlar yazsınlar. 89, 86 daha doğrusu var Rüqəyyədə. Yəqin hər kəs yazdı da elədi. 86-da nə deyirlər? B-in həndəs silsiləsində B1 veriblər 5. B8-in kvadrat çıx B1-in kvadratı böl B15 minus B1 ifadəsinin qiymətini tapın. Maraqlı sualdır. Gəlin belə bir şey eləyək. B8-i B1 vurulsun küstü 7 yaza bilərsiniz. Yazdıq 7. Çıx B1-in kvadratı. Əslində bunu heç belə eləyirəm. Birbaşa yazıram. Yoxsa yazmayayım. Nəysə yazmayayım birbaşa. Sonra deyərsiniz hardan gəldi. Deyərsiniz yoxsa deməzsiniz. Bölünsün burada. B15 çıxılsın. B15-i də kim? B1 vurulsun ki üstü 14 yaza bilərəmmi, yoxsa yaza bilmərəm? Sanki yaza bilərim. Sonra görək nə edə bilərim. Bu nə deməkdir? Bu qüvvət hər birinə aiddir. Həm buna aiddir, həm buna aiddir. Olacaq B1-in kvadrat üstü 14 çıxılsın B1-in kvadratı. Aşağıda da B1 vurulsun üstü 14 çıxılsın B1. Bərabərdir. İndi aşağıdan B1-in kvadratını çıxarda bilərim. Alınır ki üstü 14 minus 1. Buradan da B1-i çıxarda bilərəm. Qalır nə? Üstü 14 minus 1. Bunlar gedir. Nə səhv olsa deyərsiniz, baxırsınız da yatmamısınızsa. Burada bunlarla ixtisar gedəndə B1-in bir dənəsi qalır yuxarıda. Zaten bizə B1-i 5 veriblər. Bu da bərabər 5 alınırdı. 5. Yəni, burada da 5 aldıq. Bunu da Rüqəyyə, başa düşdün yoxsa problem varsa de. 86, 89. 2 dənə sual qalır. 6 dənə. 6 dənə qalıb. Bayaqdan danışırıq, hələ 6 dənəsi qalıb. Sən boş-boş danışırıq. Suallar bitməyə bilmir. Bitirəndə onda deyərik. Yəni, 89. Görək nədir bu? Həndəsi silsilənin ilk 6 ədədinin cəmi. Kimdə qalıb bu sual? Aygün soruşur. Amma yazmayanlar yəqin, Emil yəqin yazırsan da bunları. Səsin gəlmir, amma inanıram ki yazırsan. Həndəsi silsilənin ilk 6 ədədinin cəmi, yəni S6. İlk 3 ədədin cəmindən 28 dəfə böyükdür. Böyük deyəndə bölürsən də. S6 bölünsün. S3 bərabərdir. 28. Silsilə vurğun tapın deyir. Onu da taparıq. Heç bir problem yoxdur. Bayaq əslində eləmişdik. Belə bir şey. Zaten orada ixtisarlar getmişdi də, görmüşdünüz. Bu B1 vurulsun. S6 nə deməkdir? B1 vurulsun 2 üstü 6 minus 1 bölünsün 2 minus 1. Birbaşa yazdım. İndi bu bölünmədir, vurmaya çevirimi də. Bəlkə birbaşa nə deyirsiniz? Eləyək belə bir şey. Vurmaya çevirək. Aşağıda da olacaq B1 vurulsun 2'nin kubu minus 1. Bərabərdir 28. İndi bəzi ixtisarlar, mən bunu aparır. Bu da bunu aparır. Yuxarıda da 2 üstü 6 minus 1 bölünsün 2'nin kubu minus 1'dir. Bərabərdir 28. İndi yuxarıdan biraz vurğuları ayırarıq. Ayırarıq ki, ayırırıq bunları biraz.
Daha rahat olsun, ixtisarlar görə biləsiz. Müxtəsəri bilirsiniz də, müxtəsəri hər kəs bilir. Burada baxın, bununla bu gedir. Qalır 2-nin kubu plus 1. Aha, 28. Aha, buradan da məlum olur ki, bunu o tərəf atsam 27 eləyər. Aha. 2-nin kubu 27-dirsə, bu da nəyin kubu 27 idi? Bunu da hər kəs bilir. Bizdən də elə bunu istəyirdi. Silsilə vurğunu istəyirdi, tapdıq. Bunu da bitirəndə xəbər eləyin. Hər kimdə qalıbsa yazsın. Emil sən də yaz. Bitirəndə deyərsən. Səsin çıxmır bayaqdan. Yola verirsən. 90. Yazıb bitirdiniz buranı. 90'a bakalım da. Emil yəqin ki, telefonu qoyub gedib, səsi çıxmır. Boynuna al Emil. 90. Eşidir ki bizi. 10 sayda həddi olan həndə silsilənin, bu kimdə qalıb? Rüqəyyə. Deməli, 10 sayda həddi olan həndə silsilənin silsilə vurğu 2-dir. Şunu veriblər bizə 2. Bu silsilənin cüt nömrəli hədlərin hasili, tək nömrəli hədlərin hasilinə olan nisbətini tapın deyirlər. 10 sayda həddi varsa, B1, B2, B3, B4, B5, yəni bu formada B10-a qədər var da, yəni. Cüt sayda olanlar B2 vurulsun B4, vurulsun B6, vurulsun, cüt ədədləri bilirsə B10. Tək ədədləri də bilirsiniz. B1, vur B3, vurulsun B5, vurulsun B7, vur B9. Yəni, bunların nisbəti nədir? Hasillərin nisbətini tapın deyirlər. Bunu tapmalıyıq. Bu bərabərdir. İndi belə bir şey eləyək də burada. Elə bil bərabərdir yazaq. Biz elə bil ki, bu B2-nin birbaşa da ixtisar aparmayaq. Yuxarı da bilərik. Çünki bizdə belə baxanda B1 var burada. Ya da belə eləyək. B2-nin yerinə belə yazaq. B1 vur 2. Birbaşa da yazmaq istəmirəm. B1 vurulsun. Ya da bunu belə yazaq. B1 vur 2. B4-ün yerinə B3 vurulsun 2 yazıram. Zaten B3'lər ixtisar gedər. B4-ün yerinə B5 vurulsun 2 yazıram. B8-in yerinə B7 vurulsun 2 yaza bilərəm. B10-un da yerinə B9 vurulsun 2 yaza bilərəm. Aşağıda da zaten baxıram ki, bu B1, B3, B5, B7, B9 var. Əlbəttə ki, bunlar da hamısı bir-birini aparır. B5, B5'i, B7, B7'ni, B9, B9. Qaldı burada nə? 2 üstü 5 qaldı, elədir? 5 dənə var. Bu da eləyəcək 2'nin üstü 5, 32. Qutardı. Bunu da yazmayanlar yazsın. Rüqayyə soruşmuşdu. Görün başqa nə qaldı. Nədir bu suallar? Mən təzə suallar çıxır. Yoxsa mən görmürdüm bunları. 4 dənə qalıb hələ. Bayaqdan 2 dənə yazmışıq biz. 93, 94, 97, 97, 99.
93'e baxaq onda. Bunu da kim soruşub? Aygün soruşub. Aygünün sualları bu dəfə biraz çoxdur. Feri kim bitmir ki bitmir. Reklam var burada. Ferinin reklamı deyir. Bitmir ki bitmir. B4 çıxılsın B2. Bərabərdir 48. B4'ü biz yaza bilərik ki, necə? B2 vurulsun 3'ünün kvadratı. Çıxılsın B2 bərabərdir 48. B3'ü də belə yaza bilərik. B1 vurulsun 3'ünün kvadratı. Çıxılsın B1 bərabərdir 16. Ondan sonra baxın. Buradan B2'ni çıxartdınız. Nə qalır? 3'ünün kvadratı minus 1 bərabərdir 48. 48 yerləşmir. Bura biraz kökəlib. Biraz bunu. Buradan da B1'i çıxardırıq. Qalır 3'ünün kvadratı minus 1 bərabərdir 16. Tərəf tərəfə böləyimi? Bölək tərəf. Tərəf tərəfə bölək bunları. Sistemdir. Tərəf tərəfə bölürük. Biz bunu belə yerimiz düzəlsin. Tərəf tərəfə böləndə də şu kvadrat minus 1'lər bir-birini aparacaq da. B2 bölünsün B1 bərabərdir 48 böl 16 qalır. Biriniz də bunlar apardılar. Arasına getdilər. Bu B2 böl B1 də bizə 2'nin özünü verir də. 48 də 16'ya böləndə tam bölünür. İndi bizdən nə istəyirlər? B6'ını tapmamız istəyirlər. Nə eləyik də burada? Bizə bir şey veriblər ki burada. Burada elə bil ki 2'nin yerinə 2 yazıb B1 tapa bilərəm də. İkinci tənlikdə. B1 vurulsun. 3'ün kvadratı minus 1 bərabərdir 16. 3'ün kvadratı minus 1, 9 minus 1, 8. 16 da 8'e 2 dəfə bölünür. B2'ni tapdım. B1 tapdım 2. Onda B6 da bərabər olur ki, B1 vurulsun 2 üstü 5. Bu da 2 vurulsun 3 üstü 5. Bu da ki, neçə alınacaq? 2 vur 243. Bu da 486 eləyir. Süqtar. Bunu tapdıq. Bir təhər. Bunu da qeyd edərsiniz. Aygün səndə qalmışdı. Sonra 94. 94 nədir? Oxşarı deyil. Bəxtimiz gətirmədir. Oxşarı olmadı. Biz buranı yoxsa mən görməmişəm. Mesaj falan yazmışsınız yox. İndi baxaq 94'ə. 94 Rüqəyyədə qalıb. Deyir, hasilləri 64'ə. Fidan, sən neçəyə qədər yazmışdın? Səndə axırlarda sual yoxdur. Yəqin ki, yazmamısan axırlarını, yoxsa? Yazmamısansa bunları qeyd elə. 85'ə də 85 dənə yazmışdın. Onda sən də bu 94 falan yəqin qeyd edirsən. Heç olmasa bunları qeyd elə ki, hasilləri 64'ə, ədədi ortası 3-14'ə bərabər olan 3 ədəd həndə silsilənin ardıcıl hədləridir. Ardıcıl hədləridir. Bu ədədlərin ən böyük daşı. Bilmirik hədlər hansılardır. Birinə A götürək, birinə B götürək, birinə C götürək də bu formada. A, B, C olsunlar ədədlər.
Hasilləri 64'dür. Yəni A vurulsun, B vurulsun, C bərabərdir 64. Ədədi ortaları isə, yəni ki, A plus B plus C ədədi orta nə deməkdir? Cəmlərinin sayına bölürsən. İşte 14. Yəni bizdə bir qayda vardı ki, B kvadrat bərabərdir AC olurdu da. Ortadakının kvadrat bərabər olur kənardakıların hasilinə. Yəni ona buradan alınır ki, bununla bunun hasili bizə B-nin kvadratını verir. Vur B bərabərdir 64. Buradan da B kub 64-dürsə, B də eləyir 4. B-ni tapdıq. Bizə nə istəyir? Ən böyüyünü tapın. Necə eləyək indi burada? Belə eləyək ki, burada... burada gətirib yerinə qoyaq. B-nin yerinə 4'ü yazaq. Onda alınır A vur 4 vur C 64'dürsə, buradan A vur C-ni tapıram ki, 64 bölü 4 16. Sonra gətirib burada da yerinə qoyam. Bir də bir şey var ki, hər tərəfi 3'ə vursaq zaten bunlar gedir. Burada qalır ki, A plus B plus C 14'dür. Gətirib B-nin yerinə 4'ü yazsam, A plus C-ni alıram 10. Cəmi 10 hasil 8. Bunu sistemə alıb tənşə sistemi kimi də həll edə bilərəm buradan. Tapa bilərəm. Və yaxud da ki, belə baxanda seçmə yolu ilə tapa bilərəm də. Zaten bizdə hasil 10, daha doğrusu hasil 16, cəmi 10 verən hansı ədədlərdir? 2 ilə 8'dir də, elədir. 2, 8, B-ni də tapmışdım. Ən böyüyünü tapın 8. Ən böyük 8'dir. Bunu da bitirəndə deyərsiniz. Nəsə problem olsa soruşun. Axırıncı 2 dənə sualımız qalıb. 2 dənə sual. Onları da bitirdikmi? 97 ilə 99. Bunlar yəqin kimlərdə qalmışsa, yazdısa, baxaq onda 97 Gülsənəm soruşub. Görək nədir? Axıra qədər gəlmişsiniz. Əhsən sizə, professorlar, əhsən. 97. B-nin həndə silsiləsində deməli B3 vurulsun B12 bərabərdir. X kvadratlı 8x yazıblar. 8x-i bir də onu verilənləri yazmıram. Bir şey eləyək ki, burada B3 vurulsun B12. Bizdə bir qayda vardı ki, bayaq soruşmadım desin onu. Fikrimdən çıxıb soruşmaq. Məsələn, 3 plus 12 bərabərdir elə 7 plus 8. Eyni qiymətlər verirdi, elədir. Hər biri 15, 15. Bu da elə bərabərdir 6 plus 9. Onda belədirsə, onda elə necə idi orada qaydamız? Elə B3 vurulsun B12 bərabərdir olmalıdır. B7 vur B8 bərabərdir olmalıdır. B6 vur B9. Dəqiqə burada elə təsəmdə yazdım bunu. Orada yer çox yoxdur. İndi nə edərik burada? Onda bunlar bərabərdirsə, məndə 2 dənəsi var da. Bununla bunun qiyməti var. Deməli, x kvadrat plus 8x bərabərdir olmalıdır 9x plus 12. Birini tapsa, x taparam, sonra bunlardan birini tapsam, hamısı da eynidir də, birinə bərabərdir. Məsələn, burada yerinə qoyub bunun qiymətini tapsam, elə bununla eynidir. Bildiniz də onu. X-in kvadratı çıx. Bunların hamısını sola atırıq. Y-də əsasən köklərin hasili mənfi 12 cəmsə 1 verirsə, mənfi 3 ilə 4 olur. Və bizə bir ipucu veriblər ki, x sıfırdan böyükdür deyirlər.
Deyirlər ki, nəbadə mənfisini götürəsiz. Biz də götürmürük, müsbətini götürürük. X 4 elədisə burada, üstü də aparıb yerinə qoyaram. B7 vurulsun B8 bərabərdir 9 vurulsun 4 plus 12. Bu da 36 plus 12 elədi 48. Bu 48-dirsə, onda elə B6 vurulsun B9 da 48 olmalıymış. Qurtardı. Bunu da bitirəndə deyərsiniz. B99-a baxarıq 6-cı suala. Bu kimdə qalmışdı deməli, Gülsənəm. Başqa yazmayanlar da əlbəttə ki, yazsınlar. Yazdım müəllimə. Hı. 99 desəm biraz uzun sual idi. Biraz ola bilər uzun bir sual. Burada çünki altda 1 veriblər. Plus 6'nın kvadrat 2, plus 6'nın kubu 3 verirlər bu formada. Bizdən 5x'i tapmamızı istəyirlər. Ümumiyyətlə 5x nəyə bərabər olur? 5x indi bizə lazımdır ki, burada. Baxıram, məxrəcləri də 6'dır. Elə 6s çıx s kimi yazım ki, orada biraz 6'lar falan x'lar getsin, bizim köməyimizə çatsınlar da biraz qısa olsun. Da 6s tapsam, bunun hər tərəfinə 6'ya vururam da. 6s bərabər də alınır. Hər tərəfinə 6'ya vururuq, yəni. Bildiniz də hər bir şey, hər şey. Onda burada 1 alınacaq. 6'nı 6'da 1'ə vuranda. Sonra 6'nı buna vuranda bir dənə 6 xısar gedir. 2 bölü 6 qalır. Sonra burada 3 bölünsün 6'nın kvadratı. Plus burada nöqtələr, plus burada da n böl 6 üstü artıq n minus 1 qalacaq. Yəni bir dənə 6 xısar düşür deyənə plus nöqtələr. Ne qədər danışdım, boğazım ağrıdı. Buradan da s bərabərdir. İndi burada s tapsam, hər tərəfi artıq zaten heç nəyə ehtiyac yoxdur. S zaten özü veriblər bizə. Belə yazım da. 6'da 1 yazıram. Elə eləyirəm bu alt-alta düşsünlər. Plus buradan 6'nın kvadratında 2 plus nöqtələr plus burada 6 üstü n minus 1'də 1 daha doğrusu burada n minus 1 bir də plus burada axırda da n bölünsün 6 üstü n bir də plus ilə nöqtələr var da orada. Nöqtələri görə bilməzsiniz biraz. Biz bu tərəfdən yazmışıq nədənsə. Görün bunu verə bilirəm bu tərəfə. Neyse. El gözləyin. Biraz düzəltdik. Neyse. İndi neynəyərik? Tərəf-tərəfə çıxaram ki, 5s tapım da. Tərəf-tərəfə çıxıram. 6s çıxanda 5s qalır. Bir dəqiqə biraz bunu buradan yazın. 5s bərabərdir. Burada heç nə yoxdur da 1'in altında. Sanki 0 var da, heç nə yoxdur. Heç nə nədir? Heç nə 0'dır. 1 çıxılsın heç nə, yəni ki 0, 1 elədi. Daha sonra tərəf-tərəfə belə çıxır. Sonra bundan bunu çıxanda, 6'da 2'dən 6'da 1 çıxanda qalır 6'da 1. Bundan bunu çıxanda qalır 1 böl 6'nın kvadratı plus nöqtələr plus yenə bundan da bunu çıxanda qalır 6 üstü minus 1'də. Burada da yenə 1 qalacaq. Plus nöqtələr bir də o şeylər yazmaya ehtiyac yoxdur. Zaten sonsuz sayda orada bir sonsuz azalan həndə silsilədir. 5s baxırıq ki, bu sonsuz azalan həndə silsilədir. Onda s-in yerinə yaza bilərik ki, yəni 5s yazmış. Bunu yenə elə yaza bilərik ki, biz 1 bölünsün 1 minus 2. Yəni sonsuz azalan həndə silsilə düsturuna bərabərdir indi. Onda burada B1 1'dir bizdə. Yəni B1'in yerinə bunu yazıb. Bu B1'dir. 1 minus. Bu da 6'da 1'ə vura-vura gediblər. 6'da 1'ə vura-vura gediblər. 1 minus 6'da 1. Bu da 1 bölünsün. 1 minus 6'da 1'də 6'da 5. Bu da bərabər də alınır. 5'də 6. 1 tamında 2 tapmış olduq. Bu formada.
Cavabı 1,2. Çünki 5S-in qiyməti 1,2-dir. Bunu bitirəndə xəbər eləyin. Axırıncı sualdır. Çox adamda qalmış ola bilər. Yazdım müəllim. Yazdım. Sonra Ayşin soruşmuşdu da yazıb. Yazıb desəm. Digərləri bəs. Rüqayyə sən yazmışdın bunu. Bir də Fidan. Siz də yazın. Qalmasın. Daha qədər. Rüqayyə bəs. Yaxşı yazdınızsa. Evdə də mən neyniyərsiz? Bir də axırıncı məsələlər qalıb. Məsələlər. Onlar da asan da var, çətin də var. 2 dənə testim. 60 dənə. Bunları bitirərsiniz. Çox işləməyəsiniz. Onsuz çox işləmisiniz. Sınavda işləməyənlər var. İşləyərsiniz onu da. Bunlar belə. Başqa nəsə sualınız var, yoxsa indi yekunlaşdıra bilərik? Əlavə nəsə yoxdur ki? Xeyr, müəllim. Sağ olun, gecəniz xeyrə qalsın. Sağ olun. Geceniz xeyrə qalsın.